Axşamınız xeyir, xəbər var efirdədir. Gözünüz aydın, nəhayət, daha bir mənasız, yerdə qalmış, heç kimin yiyə durmadığı bir oyun, 4-cü İslam həmrəyliyi oyunları da başa çatdı. Amma şükür Allaha deyib, rahatlıqla dərindən bir ah çəkməyə tələsməyin. Çünki söhbətin davamında daha faciəvi məsələlərdən danışacağım. Məsələn, ondan ki, İslam həmrəyliyi oyunlarında Azərbaycanı təmsil edən xristianlar xeyli sayda medal qazanıblar və bu medallara görə indi İlham Əliyev onlara nə az, nə çox düz 25 milyon 650 min manat pul ödəməlidir. Azərbaycanda keçirilən İslam oyunları başa çatdı. İlham Əliyevin göstərişi ilə oyunlarda birinci yer tutan hər bir Azərbaycanlı idmançıya 150 min, onun şəxsi məşqçisinə 75 min manat, ikinci yeri tutana 80 min, şəxsi məşqçisinə 40 min manat, üçüncü yeri tutan hər bir idmançıya 50 min, onun şəxsi məşqçisinə isə 25 min manat veriləcəkdir. Oyunların nəticələrinə görə 75 qızıl medalla Azərbaycanın birinci yer sahiblərinə 16 milyon 875 min manat, 50 gümüş medalla ikinci yer sahiblərinə 6 milyon manat, 37 bürünc medalla isə üçüncü yer sahiblərinə 2 milyon 775 min manat verilib. Azərbaycan təmsilçilərinin mükafatlandırılmasına ayrılan ümumi məbləğ 25 milyon 650 min manatdır. Dövlət büdcəsindən İslam oyunlarının keçirilməsinə ayrılan ümumi məbləğ isə 100 milyon dollardır. Pul isə yoxdur. Ona görə də bu işdə yenə də prezidentin üzünü siz ağartmalısınız. Mən isə əminəm ki, siz buna etiraz etməyəcəksiniz. Ən azından ona görə əminəm ki, 2 il əvvəl İlham Əliyev Avropa Olimpiya oyunları kimi bir avara yarışa 8 milyard dollar, yəni Azərbaycanın bugünkü büdcəsi qədər pul xərcləyəndə də siz bunu uğurlu inkişafın göstəricisi kimi qəbul edib hər yerdə təbliğ edirdiniz. Hətta o zaman biz bu oyunların lazımsız bir oyun olduğunu, bunun yerinə iqtisadiyyatın inkişaf etdirilməsinin daha perspektivli iş olduğunu deyəndə az qalırdı ki, bir çoxlarınız bizi vətən xaini elan edəsiniz. Ya da elə lap İslam həmrəyliyi oyunlarının özünü götürək, dövlət büdcəsindən bu yarışların keçirilməsi üçün 100 milyon dollar ayrılanda, maaşlarınız, təqaüdləriniz kəsiləndə siz deyilmiydiniz ki, maaş saat cəhənnəm, evdə uşaqlar birtəhər dözərlər. Əsas odur ki, dünya bizi idman dövləti kimi tanısın deyən. İndi bu da nəticəsidir və siz buna qatlanmaq məcburiyyətindəsiz. Evdə uşaqlara deyin, 10-12 il dişlərini sıxıb birtəhər dözsünlər. Qoy prezident idmançıların mükafatını versin, ağlındakı bütün oyunları da keçirib qurtarsın, onlar böyüyəndə hər şey yaxşı olacaq. 10-12 il söhbətini isə havadan demirəm, belə ki, hökumətimiz Baku 2018-dən tutmuş Baku 2030-a qədər olan bütün internet domenlərini alıb. Bu da o deməkdir ki, Kefkom prezidentiniz ölkədə hələ 2030-cu ilə qədər müxtəlif avara oyunlar keçirmək niyyətindədir. Bunlardan isə bir neçəsinin adı və vaxtı artıq məlumdur. İzninizlə başınıza gətiriləcək oyunların zamanını diqqətinizə ərz edim. Şalda hökumətimiz gələn il Bakıda batut jimnastikası üzrə Avropa çempionatı keçirəcək. 2019-cu ildə isə ölkəmiz Avropa gənclərinin yay olimpiya festivalına ev sahibliyi edəcək. 2020-ci ildə isə Allahın köməkliyi ilə Azərbaycanda ard-arda 3 mötəbər yarış keçiriləcək. İdman jimnastikası üzrə Avropa çempionatı, futbol üzrə Avropa çempionatının 4 oyunu və Formula 1. Yeri gəlmişkən Formula 1 yarışları vətənimizdə düz 10 il sərasər keçiriləcək. Nəysə, adını sadaladığım yarışlar vaxtı məkanı dəqiq bəlli olan yarışlardır. Hansı ki, bu yarışların başda keçirilməsi üçün öhdəliklər götürülüb. Az qala unutmuşdum bu günlərdə, həm də o məlum olub ki, Azərbaycan hökuməti 2028-ci ildə yay olimpiya oyunlarını da Bakıda keçirmək işinə düşüb və bununla bağlı danışıqlara başlayıb. Bunu da İdman naziri Azad Rəhimov deyib. 20-28-ci il aralığında isə hansı oyunların keçiriləcəyi hələ məlum deyil. O qalıb İlham Əliyevin keyfinin necə olmasına. Bir də baxdınız ki, adam sabah oyanıb uzağa tüpürmə üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı sərəncam verdi. Sırf keyfi belə istəyir deyə. Güya belə bir şey etsə adama nə deyəcəksiniz ki? Uzağı hökumətlə hökumətli edəsi deyilik ki, heç olmasa gedib könüllü kimi bu yarışlarda iştirak edib sertifikatdan zaddan alaq, bəlkə iş tapmağa xeyri dəyər deyib, gedib bu yarışlarda qara qəpiksiz canfəşanlıq edəcəksiniz.
Sonda da sizə Mehriban Əliyevanın qapanış nitqindən bir cümlə yadigar qalacaq. Könüllülər bu yarışın döyünən ürəyi idi. Vəssalam. Ortada milyardlar havaya sovrulacaq, prezident ailəsinin cibinə daha bir neçə milyard axacaq, biz isə xalq olaraq bu bahalı oyunlara qatılmayacaq. Çünki prezidentimiz bizim üçün başqa oyunlar təşkil etdirib, biz həmin oyunlara qatılıb orada yarışacaq. Söhbət məşhur Survivor oyunlarından gedir. Bu oyun dünyanın bir çox ölkəsində keçirilir. Bir çox hallarda da yarışda məşhurlar iştirak edirlər. Oyunda güclü olanlar qazanır, zəif olanlar oyunu tərk edirlər. Cənab Prezident isə bu oyunu biraz daha böyük və biraz daha maraqlı formada düzənləyib. Bizdə tanınmışların təşkil etdiyi bu oyunda xalq yarışacaq. Oyun zamanı əylənlər, satılanlar, yaltaqlar, yuxarıda daydayı olanlar yaşayacaq, zəiflər, satılmayanlar, əqidəli, kasıb insanlar isə acından o dünyaya gedəcəklər. Oyunların açılışında prezident demişdi axı 2020-ci ilədək Azərbaycanda kasıb insan qalmayacaq. Yeri gəlmişkən, oyunların bir maraqlı tərəfi də ondan ibarətdir ki, bu oyunların qapanış mərasiminin nə vaxt keçiriləcəyi məlum deyil. Prezident bu səlahiyyəti sizə verib, yəni siz nə vaxt acılıqdan, zillətdən, cəngəllik qanunlarından bezib oyunun bitməsini tələb etsəz, oyunlar da onda bitəcək. Oyunçu aparsın. Bu oyunun bir də təhlükəli tərəfləri var. Misal üçün, çadırdan çıxıb yemək axtarmağa gedərkən yolda səni it də qapa bilər, ayı da yeyə bilər. Elə bu günlərdə Şəmkirin Yasamal aşırımı deyilən bir ərazisində də belə bir hadisə baş verib. Belə ki, yarışmacılardan biri tapdığı azuqələrdən nuş etmək üçün adı çəkilən yerdə bir süfrə açıb. Amma böyürdən çıxan ayı əfəndinin yemək arzusunu ürəyində qoyub. Ayı vətəndaşa hücum edərək adamın özünü də yeyib, yeməyini də. Əslində, bu hadisə sizin üçün ilk baxışdan qəribə görünməyə bilər, ya da maksimum sizi o təəccübləndirə bilər ki, axı ilin günün bu vaxtında, yazın oğlan çağında, ayının aşırımda görəsən nə it azıbmış. Amma məsələnin daha maraqlı, daha təəccüblü tərəfləri var. Məsələnin bir maraqlı tərəfi ondan ibarətdir ki, Yasamal aşırımı adlanan bu yerdə dövlət qoruğu, zoopark zad yoxdur. Şəmkirlilər də deyirlər ki, indiyə qədər bu yerlərdə heç vaxt ayıya filana rast gəlinməyib. Bəs belədirsə, onda bu ayı Yasamal aşırımına hardan zühur edib? Rayon sakinləri deyirlər ki, burada zoopark qoruq olmasa da prezidentin biri yekə iqamətgahı var və o, iqamətgahın həyətində vəhşi heyvanlar bəsləyir. Çox güman ki, ayı da prezidentin həmin rezidensiyasından qaçıb. Bax, bu da məsələnin ikinci maraqlı tərəfidir ki, ayını oradan qaçıb insanlara hücum etməyə nə vadar edib. Burada iki variant var. Birinci variant odur ki, böhran prezidenti də vurub və onun daha vəhşi heyvanlara ayırmaq üçün əlavə pulu qalmayıb. İkinci variant isə odur ki, prezident böhrandan şərəflə çıxıb, kefi yaxşı olub və ayını açıb buraxıb kəndə ki, ged ürəyin istəyən bir ətli canlı adam tap sümüklərinə qədər gəmir. Narahat olma, heç kim sənə güldən artıq söz deməyəcək. Mən düz 14 ildir ki, bu millətin pulunu da yeyirəm, canını da alıram. Bu günə qədər kim mənə nə deyib ki, sənə də nə deyə? Daha bir oyun isə hərbiçilərin üzərində qurulub. Necə deyərlər, ayının min oyunu var bir armudun üstündə. İndi İlham Əliyev də hakimiyyətin qoruyub saxlaya bilmək üçün min oqqadan çıxır. Bu dəfə isə 50-yə yaxın hərbiçimizi tutub, doldurub həbsxanaya ki, bəs siz ermənilərə işləyirmişsiniz. Ötən buraxılışlarımızda onların necə həbs edilməsi haqda geniş danışmışam. Ona görə də indi yenidən bu haqda danışıb təkrarçılıq etməyi istəmirəm. Amma bu günlərdə məsələ ilə bağlı daha dəhşətli faktlar ortaya çıxıb və mən bu haqda danışacağam. Belə ki, mayın 7-sində vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən, hələ istintaqı yekunlaşmayan 47 nəfər hərbiçidən artıq 4-ü təcridxanada naməlum şəraitdə öldürülüb. Bunlardan biri Tərtər rayon sakini Elçin Quliyevdir. 10 may ayının 18-də öldürülüb və meyidi həmin gün ailəsinə verilib. Meyidi təhvil verəndə də ailəsinə bildirilib ki, oğlunuzun ölümü ilə bağlı sizə hələ ki heç nə deyə bilmərik. Bu dövlət sirridir. İstintaq yekunlaşandan sonra aidiyyat orqanları sizə ətraflı məlumat verəcəklər. Həbsdə öldürülən başqa bir Tərtər sakini Mehman Hüseynovun meyidi isə rayonun Cəmilli kəndinə aparılıb və ailəsinə təhvil verilib. Yaxınları Mehmanı Cəmilli qəbirstanlığında, atasının məzarının yanında dəfn etmək istəsələr də buna icazə verilməyib.
Nəticədə o qəbrəstanlığın hasarının çöl tərəfində bastırılıb. Rayonun Cəmilli kənd inzibati ərazi üzrə nümayəndəsi Manaf Məmmədov isə bunu belə əsaslandırıb ki, bu adam vətən xainidir və cəmaət onun kənd qəbrəstanlığında dəfn edilməsini istəmir. Öldürülən hərbiçilərdən daha biri isə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini Leytenant Təmkin Nizami oğludur. O, may ayının 19-unda öldürülüb və elə həmin gündə cənazəsi dəmir tabutda Naxçıvana aparılıb. Onun cənazəsi yaxınlarının iştirakı olmadan gizli şəkildə Ordubad rayonunun Darkənd kənd qəbrəstanlığında torpağa tapşırılıb. Təcridxanada öldürülən 4-cü hərbiçi isə Qəbələ rayon sakini 6 ay əvvəl xidmətdən təxris edilmiş aprel döyüşçülərinin iştirakçısı polkovnik leytenant Salih Qafarovdur. Onu da dəmir tabutda rayona gətirib və cənazəsini ali üzvlərinin iştirakı olmadan təhqiramiz formada rayon qəbrəstanlığında dəfn ediblər. Deyiblər bir vətən xaini üçün bu belə çoxdur. Sonradan isə ürəkləri soymayıb onun böyüyü 4-cü sinifdə oxuyan uşaqlarını da məktəbdən qovublar ki, siz vətən xaini övladısınız. Bax belə. Əvvəla kimsə barəsində məhkəmənin hökmü olmayan adama cinayətkar, xain, cəsus damğası vura bilməz. Bunu ən azından qanun qadağan edir. İkincisi, lap deyək ki, bu adamlar həqiqətən də vətənə xəyanət ediblər. Onda mən də 2 əlli razıyam ki, bu adamlar qanunla nəzərdə tutulmuş qaydada ən ağır cəzaya məhkum edilsinlər. Amma onların hətta xəyanətkar olması belə heç kimə o haqqı vermir ki, kimsə onları istintaq altında ola-ola öldürür. Cənazələrini gizlincə təhqiramiz formada dəfn edib, körpə uşaqlarını da məktəbdən qovsun. Bütün bu baş verənlər onu göstərir ki, qanun, vətən, millət, dövlət marağı İlham Əliyevin heç qulağına da deyil. Adam nəsə bizim dəqiq bilmədiyimiz böyük və çox iyrənc bir oyun oynayır. Təbii ki, hakimiyyət marağı üçün. Vətən, dövlət fikirləşən adam 21-ci əsrdə 2 həftənin içində biri siyasi məhbus, 4-ü istintaq altında olan hərbiçi olmaqla 5 nəfər öldürtdürüb, dövlətin dayaqlarını sarsıdardımı? Vətən, dövlət fikirləşən adam irəliləməkdə olan orduya düşmənin xahişi ilə dur əmri verərdimi? Dövlət təhlükəsizliyinin qorunmasından maraqlı olan adam başqa ölkənin milli qəhrəmanını öz ölkəsinin baş qərargah rəisi kimi saxlayardımı? Əlbəttə yox. Amma İlham Əliyev bunların hamısını edir, heç kimdən çəkinmədən, hesablaşmadan. Ona görə də indi sizlər bütün bəhanələri kənara qoyub, vəziyyətin bu cür davam etməsinə dur deməlisiniz. Bunu ən azından ona görə etməlisiniz ki, sabah sizin hansısa bir yaxınınızı yolda həbs edib, sonra həbsxanada öldürüb, sizə də əcəb eləmişik. Xoşunuz gəlmir, cəhənnəm olub ölkədən gedə bilərsiniz deməsinlər. Ölkədə problemli kreditlərin sayı sürətlə artır. Artıq İlham Əliyevin banklarından borclu olan vətəndaşlar 25-30% ilə götürdükləri kreditləri ödəyə bilmirlər. Beləliklə də vətəndaşlar kütləvi surətdə banklar tərəfindən məhkəməyə verilir. Məhkəmələr də təbii olaraq bütün hallarda vətəndaşın əleyhinə, bankların xeyrinə qərar çıxarırlar. Yəni, sonda məhkəmənin qərarı belə olur ki, bankın pulu vətəndaşın maaş və ya pensiya kartından tutulsun. Ortada girov olanda isə bank heç bir güzəşt tətbiq etmədən vətəndaşı məhkəmənin qərarı ilə evindən çıxarıb küçəyə atır. Vətəndaş ac qalır, dərmansız qalır, evindən atılır, intihar edir cəhənnəmə ki, əsas odur ki, İlham Əliyevin, onun ətrafındakı yararsız məmurların bankları yaşasın, onların ali üzvləri varlansın, imarətlərinin sayı artsın. 3 gün əvvəl isə daha bir vətəndaş Mərkəzi Bankın sədri Elman Rüstəmovun bankı tərəfindən intihara sövq edilib. Söhbət 4 il əvvəl Respublika Bankdan kredit götürən, devalvasiyalardan sonra bu pulu ödəyə bilməyən 64 yaşlı Ramiz Manafovdan gedir. Yoldaş Manafov 60 yaşında kirayələrdə yaşamaqdan bezib, birtəhər Bank Respublikadan kredit götürüb ev alıb. O, aldığı evi də pulun müqabilində sözü gedən banka girov qoyub. Adam 4 il pulu vaxtında ödəsə də, axırıncı devalvasiyadan sonra onun maddi vəziyyəti pisləşib və daha banka pul ödəyə bilməyib. Nəticədə bank onu məhkəməyə verib. Məhkəmə də sən kimsən ki, Elmar müəllimə pul atırsan deyib, vətəndaşın evini əlindən alınması ilə bağlı qərar çıxarıb. Üstəlik də qərarda yazıb ki, evi müsadirə olunandan sonra vətəndaş hələ banka 40 min manat da borclu sayılsın.
Ramiz Manafov yenə də ürəyində bir ümidlə mayın 24-də yenidən banka üz tutub. Rəhbərlikdən xahiş edib ki, bank ona güzəşt etsin və o pulu yavaş-yavaş ödəsin. Bankdan isə ona bildiriblər ki, bu mümkün deyil. Vəziyyətin belə olduğunu görən Ramiz Manafov üzərinə benzin tökərək özünü bankın qarşısında yandırıb. Hazırda onun vəziyyəti ağırdır və həkimlər onun yaşama şansının çox az olduğunu bildirirlər. Amma beynəlxalq banka girov qoyub milyonlarla pul alan şirkətlər bu aqibəti yaşamırlar. Nə şirkətləri məhkəməyə verən var, nə də onların girovlarını müsadirə edən. Çünki bank da İlham Əliyevindir, bu banka milyonlarla pul atan şirkətlərdir. Ona görə də indi İlham Əliyev bu bankı xalqın pulu ilə nəyin bahasına olur olsun ayaqda saxlamağa çalışır. Necə deyərlər, islahatlar davam edir. Dollar 78 olanda 100 min manat deməli bir verdik, 100 min manat. 140 min dollar da banka verdi bizə. Sonra 2 il ödəniş elədik, 3 il, 2 ildən nə qədər. Hamısının çekləri var. 2200 dollar 1800 manat beləncə ödəyirdik. Yəni sonra dollar dəyişəndən sonra o 1800 manat oldu 4000 manat. Yenə neçə bir il ödədik hər hansinə. İndi opsiya summa ilə çeklər var. 100 min deməli 100 min əvvəz vermişik, 100 min də xırda-xırda vermişik. İndi bank da deyir ki, 3-4 ay gecikməmiz vermirik. Bank da deyir ki, evin bu illə qiyməti mən hesablayıram. Deməli, evi sizdən alıram, 200 minimiz də havaya gedir, 40 min də bizə borclu qalırsınız. Atam da ki, həmin bankda neçə illər işləyib, ondan qabaq biz ondan biznes kreditlər götürmüşük həmin bankdan, vaxtında ödəmişik, yəni zaloqsuz, girovsuz, hamısının kağızları var. Yəni gedib, onlar da evə kağız göndəriblər ki, biz çıxın evdən. Atam da deyir ki, 200 mini güclə qazanmışdı da, yəni çox çətinliklə onu əldə eləmişdi. Bunlar da o hətta çatdırıblar atam da, beləsinə oldu. Bank Respublikanın baş ofisinin əməkdaşları xəstəxanaya gələrək ailəyə kreditlə bağlı güzəşt etməyəcəklərini deyiblər. Bugün gəldilər ki, həkimə pul verək, nə bilim, kömək edib, narahat olmayın, amma ki, evi onsuz almalıyıq əlimizdən. Bank Respublikadan hadisə ilə bağlı gün boyu açıqlama verəcəklərini desələr də məlumat yaymayıblar. Ramiz Manafov 3-cü, 4-cü dərəcəli yanıq xəsarəti alıb. Kliniki xəstəxanadan bildirilib ki, xəstənin ölüm təhlükəsi var. Səhəti yanıb da, bərk yanıb, nəfəs boruları, həkim deyir 3-cü, 4-cü dərəcəlidir. Bütün bədən yaşdır, əsir soğuqdan bədən ki, su buraxır. Həkim deyir ki, prosta başqa adam olsa, bu heç vaxt siqaret çəkmir, içki içməyib, heç vaxt həmçinin azadlıqlar belə, heç vaxt, heç avanlığında. Ona həkim deyir ki, bədən dözümlüdür, yəni deyir, qalır, indi bu eləncədir, başqa dil olsaydı, itirərdik. Verilişin əvvəlində də qeyd etdim ki, şakaya, yəni İlham Əliyevə xeyli pul lazımdır, amma pul yoxdur. Pul da yoxdursa, deməli komanda üzvləri fantaziyalarını işə salıb müxtəlif kreativ bəhanələr fikirləşməlidirlər ki, bu bəhanələrlə vətəndaşları dolandırmaqdan imtina etsinlər. Başqalarını bilmirəm, amma Sosial Müdafiə Naziri Səlim Müslümov başını işlədib və vətəndaşlara haqq etdikləri pulu verməməyin yolunu tapıb. Özü də elə variantla ki, 1000 bəni Adəm 1000 il fikirləşsə, bu variant heç birinin ağlına gəlməz. Belə ki, bu yaxınlarda Aynur adlı bir maddi imkanı zəif olan xanım sosial yardım ala bilmək üçün Sosial Müdafiə Nazirliyini üst tutub. Nazirliyin əməkdaşları da ona bir dəftər sənəd adı yazıb deyiblər ki, gedin bu sənədləri yığın, bizə təqdim edin. Biz də araşdıraq, sizə bir cavab verək. Xanım da etməyib tənbəllik bütün sənədləri yığıb və Nazirliyin əməkdaşlarına təqdim edib. Bir müddət sonra isə Nazirliyin əməkdaşları Aynur xanıma zəng edərək bildiriblər ki, biz sizin verdiyiniz sənədlərə baxdıq və qərara gəldik ki, sizə sosial müavinət düşmür. Aynur xanım da təəccüblə niyə ona müavinət ayrılmamasının səbəbini soruşub. Nazirliyin işçisi isə ona cavab verib ki, sizin təqdim etdiyiniz sənədlərin içində uşaqlarınızın fotoşəkilləri də var idi və biz onlara baxıb gördük ki, uşaqlar şəkildə xoşbəxt görünürlər. Ona görə də qərara gəldik ki, sizə müavinət ayırmayaq. Cavabdan şoka düşən xanım bu dəfə mənim sizə nəql etdiyim hadisəni detallı şəkildə vərəqə köçürüb və birinci vitse-prezidentə göndərib ki, məsələ ilə bağlı ölçü götürsün. Ondan isə hələ ümumiyyətlə cavab yoxdur. Bu həftəlik də bu qədər. Mən sizinlə gələn həftənin cümə gününə qədər sağollaşıram. Çətin də olsa çalışın, salamat qalın.